Hər vaxtınız xeyir dostlar, xoş gördünüz kanalımda. Bu günləri Çempionlar Liqasında Qalatasarayın Liverpoolla oyundayıq Rams Parkda. İnşallah Galatasaray öz meydanında birinci oyunda olduğu kimi bir dəfə də oynamışlar. Bir 4-5 ay bundan qabaq Galatasaray 1-0 Osimhen'in penaltı golundan qələbə qazanmışdı. İnşallah bu gün də öz meydanında Galatasaray qələbə qazanar. 1-0 olmaz. İnşallah ya iki top fərqlə falan inşallah qələbə qazanar ki, çünki burada bir oyun yox, iki oyun olacaq. Bir həftə sonra Anfield Road'da İngiltərədə Galatasaray Liverpool rəqibi olacaq. Ona görə də buradan bir yaxşı nəticəni, yaxşı skorla Liverpoola getmək lazımdır. Onun üçün də birinci oyunda oynanılan oyun kimi oyun göstərmək lazımdır və burada azarkeşlərə də, fanatlara da, tərəfdarlara da böyük iş düşür. Koreografi də açıqla burada Osimhen üçün. Gözəl bir koreografi. Oyun başlayacaq indi. Ona görə də inşallah Galatasaray qələbə qazanar. Osimhen qızı və anası, Osimhen də ağlayır, göz yaşları. İnşallah yaxşı oyun olar. Qələbə qazanar. Oyun başlayır dostlar. Mənim fikrimcə bu günləri Galatasaray qələbə qazanacaq da. Birinci oyundakı oyun kimi oynasa, 2 topla da olsa inşallah qələbə qazanacaq. Galatasarayda bəzi dəyişikliklər var. Singo 11-dədir bu günləri. Singonu salıb, amma Sane yoxdur 11-də. Langdır, Barışdır, Osimhen'dir, müdafiədə Sanchez'dir, Abdülkerim'dir, qapıda Uğurcan'dır. Bu günləri də yaxşı toplar çıxaracağını inşallah görəcəyik. Oyun başlayır dostlar. Oyuna keçməmişdən qabaq kanalıma abunə olun, videolarımı bəyənin, yorumlarınızı yazın, bildirimləri açın, paylaşdığım videoları görəsiniz dostlar. Keçək oyuna. Eləmə də bunları da. Bu nədir arxadan? Başdan indi arxadan başdan indi. Görürsün preslə oyunlar. Başdan indi arxadan da. O neçənci səhvdir bu arxada topla çıxanda səhv eləyirlər. Eləmi bu səhvlər arxada da Juventus nə? Liverpool Galatasaray topla çıxmağa qoymurlar. Uğurcanın pas birinci Uğurcan topu atır, ikincidə səhv. Çox pres eləyir Liverpool. Çünki bunu birincidə gördülər, birinci oyunda gördülər. Galatasaray pres eləmək lazımdır ki, səhv eləsinlər və bunlar da bunu icra edirlər. Oyun başlayandan pres eləyirlər. 5 dəqiqədə Galatasaray çıxmağa qoymurlar öz meydanına. Səhv yenə bura baxır. Yenə səhv bura baxır. Gol! 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 Lemina! Gol! 7-ci dəqiqə Mario Lemina. Osimhen'in asisti, Lemina'nın golü. Kafayla asist, kafayla gol. Bu! Lemina! 1-0. Mario! Osimhen, Mario! Osimhen baba. Osimhen baba kafayla asist. Lemina kafayla gol. Lemina. Lemina. Oyuna Liverpool başlamışdı. Liverpool öndə preslə başladı. Galatasaray müdafiədə çox böyük səhvlər elədilər. Neyinisən? Çox böyük səhvlər elədilər. Amma bax, səhvlər eləməyə baxmayaraq, onlar da biraz diqqətli, dəqiq oynaya bilmədilər. Yoxsa gol ola bilərdi. Qabaqda çox preslə başladılar, amma sonradan Galatasarayın ilk atağında Langla gəldi, təhlükə yaratdı. Kornerdən də Osimhen'in kafayla asisti, Lemina'nın kafayla qolu. Çıxart topu. Biraz sakit ol, biraz sakit. Bir dənə vurursa, biraz sakit. Aha! Qaşan Jakobs. Qaşan Jakobs. Jakobs binləri hələ ki 10 dəqiqədir göz açdırmır ki.
şimdi Sara baskı altında. Sara topu sakladı. Qəşəng Sara. Döndü Abdülkerim'e. Bu defa bloklar var. Qaydan top Gabriel Sara'ya çatır. Gabriel Sara. Daha bir kez. Vur! Koydu! Ne oldu? Mamardashvili çıxartdı. Bled. 2-0 ola bilərdi. Galatasaray İkinci gola yakın olan futbolcu. Mamardashvili. Davinson kafası Mamardashvili. 2 ola bilərdi. Az qalmışdı. Galatasaray yaxşı oynamağa başlayıb. Cinahlardan əsasən də sol cinahdan yaxşı gəlir. Langın cinahından yəni bu oyunda daha yaxşı oynayır. Langın cinahı ümumiyyətcə sol cinah daha yaxşı oynayır. İsmail Jakobs da İsmail Jakobs da hələ ki bu dəqiqə məncə ən yaxşılardandır. Çünki Salahı oynamağa qoymur sol cinahda. Və sol cinahdan Langın cinahından hələ ki Galatasaray daha yaxşı gəlir. Barış Əlpərin cinahına sağa baxanda. Gol da oradan gəldi. Bu təhlükəli vəziyyətdə oradan gəldi. Gol olsaydı daha əla olardı. Driblə Liverpool divara. Driblə Liverpool divara. Bir daha yaxşı. Ay bля. Liverpoolu driblə öz qapılarına Liverpoolu. Vurun da bir ikinci elin bunu da. Liverpoolu Juventus günündən pis günə qoymaq lazımdır. Qoya bilərdi. Prosta gol yoxdur, gol. Gol yoxdur, gol. Dostlar ilk hissə bitdi. İlk hissə Galatasaray 1, Liverpool 0. İlk hissəni Galatasaray daha yaxşı oynadı. Liverpool da oynadı, təhlükəli gəldi. Amma Galatasaray Liverpooldan bir üstün oynadı və 1-0 öndə 2 də ola bilərdi, 3 də ola bilərdi. Davinsonun kafa vuruşundan və Osimhenin müdafiənin safından Osimhenin önünə düşən topu dəqiq vuramadı. İlk hissədən ən yaxşı oyunculardan biri deyə bilərəm ki, İsmail Jakobs sol cinahda daha yaxşı və Noah Lang Osimhendəki öz yerində özü çox çabalayır. İlk hissə bitdi dostlar, ikinci hissədə görüşərik. İkinci hissəyə Liverpool yenə təhlükəli başladı. Yenə preslə, yenə hücumla başladı və ikinci hissənin ilk dəqiqəsində çox təhlükəli. Kim idi? Virtus kim idi? Top qapının yanından keçdi. Bir də Sabuslan zərbəsi vardı uzaqdan Uğurcan çıxartmışdı. İnşallah bunlar elə belə də davam edir və davamında Galatasaray ikinci qolu atar inşallah. Elə 2-0 olsun, 3-0 olsun, bizim olsun. Liverpoolda çox çətin olacaq. Burada nə qədər gol vurmaq lazımsa vurmalısan. Bazarırsan, nə qədər şans düşürsə gərək gol atasan ki, çünki orada daha çox çətin olacaq Liverpoolun stadionunda. Çıxart da bu vərəqə yoxdur, sarı vərəqə. Ayağı əzildi, sarı. Van Dijk'a var, turban eləyib orada. Barış Əlpər. Gərək o birisi oyuncu olurdu, sarı kartı olan oyuncu. Ala. Bir dənə də vursalar var, ala olacaq. Vurun bir dənə bunlara da. Olsun 2-0 da. Hadi Sara, Gabriel Sara. Bir dənə o qəşəng toplarından kəs ortaya. Haydi çocuklar. Gabriel Sara. Sənin o qıvırcıq saçı var. Gedirsən bir dənə yaxşı gedirsən Braziliya millisinə inşallah. Gabriel Sara'nın ortası. Savunma. Bizdə Singo, bizdə qəşəng. Ver o tərəfə də, boş idi orada, ver Lang'a da. Lang boş idi, at Lang'a da. Sara niyə belə səhvlər edirsən? Lang boşdu da. Ayda belə şans düşməyəcək hələ. Ver sol tərəfdə Lang boşdur. Noah Lang. Ver atsın olsun 2 də. Ay bля. Bura bax. Atmadı buraya, sol tərəfdən Lang boş idi. Osimhen qalıb 2 oyunçunun arasında, Osimhenə verdi. İkinci gol gəlsə yaxşı olardı. Buraxmadan ikinci gol.
Ederson'dan uzun ötürme geldi. İrəli Osimhen'in olduğu bölgeye Virgil van Dijk karşılıyor. Gabriel Sara. Ayalaf kirləşdi ama. Kaşa! Ne lan? Galatasaray hücumu. Vur! Vur! Osimhen! 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 Offside! Victor Osimhen. Offside! 2-0. Offside! 2-0. Offside! Offside! Ve baş verdi. Offside! Oyundan çalar vəziyyət var. Offside! Var deyir. Bak hele. Okan Buruk etiraz edir. Bir daha bakar. Offside'dadır da. Oyundan çalar vəziyyətlər. Barış Alper offside'dadır. Burada hiç. Burada ne offside? Bu alanda götürme Konate'den gelmişti. Bu ne offside? Bu Konate'den geldi. Konate offside yoktu. Offside. Offside verdi ha. Yavuzum olsun tekrar istəyərəm. Bir de görsətsin bu Bu qeydə alınmır. saymadı. Offside top şeyden geldi. Konate'den geldi axı Langa. Necə offside oldu? Mənim başım çıxmadı. Burada top Konate'den geldi. Çok təəssüf. Amma fürsətlər olacaq. Yeni olacaq. Ya saymadılar bu topu. Saymadılar bunu. Bu necə şey? Bu Konate Liverpool'un mərkəz müdafiəsi Konate çox səhvə müsait bir oyunçudur. Çox buna pres eləsən çox səhvlər eləyəcək o. Saymadılar. Olduğu bölgədə. Bu necə offside-dir, mənim başım çıxmadı. Bu offside bir də görsətsəydi bunu. Offside-i görə necə verdi offside? Görsətmir də, görsət bir offside-dir də. İndi bizə göstərəcəklər Əmin alın. Əmin təkrar. Barış Alper. Belə səhv etmək olmaz. Gitingi. Və son anda. Yaxşı keçdi. Barış Alper'in səhvinə baxır səni. Barış Alper'in səhvinə baxır səni. Kim idi o çıxardı? Uğurcanı deyir, Sanchez. Belə səhv eləyərlər ha. Sonra baxar. Bu ya. Gül kimi oyun oyuncusu. Uğurcan. Uğurcan sənə haldır can. Can Uğurcan. Yenə Uğurcan. Arne Slot'u alkışlandı. Uğurcan. Bura baxın necə səhv elədi. Ya halal sana Uğurcan. Demiştim. Bu dəfə gitti gözdə qalarsa gol vuracaq demişdi. İkinci gol gəlməli idi, ikinci qola. Bu kritik şey. Bu kritik save dönüş olsun. Dönüş olsun. Soboslay. Saxla qaşan. Dönüş olsun bu Uğurcanın çıxartdığı bu Uğurcanın bu zəhmətinə yəni dəysin. Yaxşı meydançasında və hakimdə var. Hava oldu Uğurcanı. Oldu mu deyə baxıram. Goldu ya. Mərkəzi göstərir. Amma milli ilə göstərmədi Liverpool. Hesabı 1-1. Bu necə goldu? Bu nə oldu orada? Bilmə olmadı. Bu baxar. necə goldu ya? Bu necə goldu buraxdılar? Gül kimi oyun oynayırdınız. Bu nə goldu buraxdınız axı? Sayılmadı. Sayılmadı deyəsən. Gözlə. Göz. Burada. Nə goldu? Bu görsətdi, bu saydılar, saymadılar. Bunu bu qədər görsətmə, Sən bayaqki Galatasarayın ofsaydı olan qolunu görsət bu qədər. Yukarıda bulunsun olabilir. Bu kardeşler birbirlerini tuttular. Şimdi bakalım hakim ne karar verecek. Vardan ne cevap gelecek. Bakın Joe Gomez açık açık. Heç nə yoxdur. Burada. Varda baxırlar. Aslında mani olurdu. Ya. Bunu bu qədər göstərdi Liverpoolun gol epizodunu. Galatasarayın ofsayt deyə vermədiyi gol epizodunu hələ bir dəfə göstərdi. Bir dəfə. Ondan artıq göstərdi. 5 dəfə göstərdi bunu. 5 dəfə göstərdi. Kapitan. Hakimi anladı bütün Van Dijk vardı. Kerim Bardakçı. Ya. Van Dijk hala %100. Jesus. Gil. Gonzalo. Hələ baxırlar bu arada. Bu bir
Bля. Offside-dırsa bu da gol olmamalı. Aldı vardı orada deyəsən. Fener'le de değmişti. İndi gördüm ben onu. Sanki elle değmişti Konateni. Əl. Əlla oyun var. Əlla oyun var. Kaldığımız yerden devam edelim 1-0. Bu. Əlla oyun. Əlla oyun. Galatasaray niye göstərmə? Niye bizim bu offside diye saymadıklarımız golü göstərmədilər bu kadar? Bir dəfə göstərdilər. Bəlkə 6-7 dəfə göstərdilər bu epizodu. Oyunun da bu biraz da motivasyon olsun size. Bir anda bunun da hiç olmazsa 2-0 olsun bu oyunda. Koşun Gurca! Gurca! Vay da son dakikalarda Liverpool təhlükəli gəldi, dəhşət. Burada kimdən gəldi top? Davinsondan qayıtdı top. Davinsona qayıtdı top Uğurcan. Qapıya gedirdi Uğurcan, son anda Uğurcan. Can Uğurcan. Uğurcan bu günləri oyunun ən yaxşılarından, oyunun qəhrəmanıdır bu günlər. Uğurcan İsmail Yakobsondan bir yerdə. Bir dənə korneri, bu korneri də çıxardın geçsin. Çıxardın bu korneri də. Bu da ki var ha. Tez. Solda. Qaşan. Zərmə. Yenə faul elədi Liverpool. Gakpo. 81-ci dəqiqə. Son 9 dəqiqə, 1-2, 3 dəqiqə də varsa son 11-12 dəqiqə. Nədə? Sındırdı İsmail Yakobsun qolunu. Ver Barış, ver. Bunu tez ver de, bunu ortaya ver de, bunu ortaya ver de. Chris oyuncusu bu ya, Chris oyuncusu bu. Bunu ver bir çok toplar yer ya. Ver burada gelir de. Toplar yer. Barış adam kim oyna? Abi ağzımda kalır Barış adam kim oyna. Ne kadar top yersen sen ay Barış. Bu ver de bu rahat topları ver vursunlar da. Çok saxlıysan özündə, çok verirsən, çok geç verirsən. 90-cı dəqiqədir ki 2-0 olmalıydı. Biraz başı işləmir də, biraz başını işlətsə valla çok yaxşı oyuncudur. Biraz başı işləmir. Hər şey var, bir de başı işləmir də. Geldiler koyma. Çıxar. Çıxar. Bitti oyun dostlar. Galatasaray 1-0 kazandı. Yine 1-0 Liverpool'u məğlub elədi. Amma bu oyun 2-3 də ola bilərdi. Liverpool da ata bilərdi. Galatasaray da rahat 3-0 qazana biləcəyi oyun idi. Amma 1-0 oldu. Qələbə qazandı. Təbrik edirik Galatasarayları, Galatasaray gəşlərini. Amma heyf, yəni 2-3 ola bilərdi. Çünki Liverpool'un öz meydanında İngiltərədə çox çətin olacaq. Çox çətin olacaq. İnşallah Galatasaray turu keçər. İnşallah deyə tur keçər, amma çox çətin olacaq. Nə qədər də istəsə, yəni inandırıcı biraz görsənmir. Əslində ola bilər, keçmək olar. Amma burada 1-2 qolu ata bilsəydi Galatasaray, ofsaydı göstərmədilər. Galatasarayın vurduğu qol ofsaydı idi, bir dəfə göstərdilər. Ondan sonra göstərmədilər necə olduğunu, nə olduğunu. Amma Liverpool'un vurduğu qolda bəlkə 7-8 dəfə təkrarını göstərdilər ki, əllə idi, ofsayd oldu. 1-0 bitdi. Amma yani 2 de olabilirdi, 3 de olabilirdi. Alınmadı. Liverpool'daki oyun daha çətin olacaq. İnşallah orada Galatasaray turu keçər. Keçən tərəf olar inşallah. Osimhen'e ne oldu? Osimhen'e nəsə olub, uzanıbdı. Həkim baxır ona.
Dostlar bitdi. Ən yaxşı oyunçulardan biri İsmail Yakobs və Can Uğurcan Çakır. Əla günləri çox yaxşı toplar çıxartdı, çox təhlükəli toplar çıxartdı Liverpoolun, amma şey olmalı idi. Onun qarşılığında Galatasaray vurmalı idi, vura bilmədi. Yox olsun. Amma İnşallah başqa videolarda görüşərik dostlar. Təbrik edirəm Qalatasaraylıları. Sağ olun dostlar. Kanalıma abunə olun, videolarımı bəyənin. Sağ olun.